Əgər sən də işləməkdən və dünyadan yorulmusansa, İlahiyyatçı Rüfət Qarayevin İncilər, Elmin Qapısı və Mənəvi Səyahət kitabını elə indi İsra Nəşriyyatdan sifariş et. İstədiyin ünvana çatdırılsın. İntihar edən adamı Allah bağışlayırmı? Zahirən hədislərə baxdığımız zaman kim intihar edərsə yeri cəhənnəmdir. Biz buradan durub intihar edənlər edibdir, etməyən insanlara da bundan sonra belə bir fürsət qapısı aça bilmərik ki, hə, intihar etsən, intihar edərsənsə yerin əbədi cəhənnəmdir. İnsan la ilahə illallah Muhammedur Resulullah deyirsə, la ilahə illallah Muhammedur Resulullah deyən insanlar əbədi cəhənnəmdə qalmaz. Bu belədir, amma intihar edən insanda fərqlidir. Yəni, əgər o Allahın həqiqətən Allahdan başqa Allah olmadığına inanardısa, Həzrət Muhammed sallallahu onun qulu və rəsulu olduğuna inanırdısa, nə üçün intihar yolunu seçərdi? Mütləq mənada intihar yolunu seçməyəcəkdi. Çətin olsa da, həyat ümumiyyətlə çətinliklərlə doludur, məşəqqətlərlə doludur, dözəcəkdi, səbr edəcəkdi və bu dözüb səbrinin müqabilində də bəlkə də Allah onun həyatını fərqli bir formaya, fərqli bir hala gətirəcəkdi. Amma dözməməyi, səbr etməməyi, onun Allahın verdiyi ömür payını vaxtından əvvəl sonlandırmasına gətirib çıxardı və nəticə etibarilə də əbədi cəhənnəmi qazanmış oldu. Rəbbimizin lütfü var, orada ilahi rəhmət təcəlla edər, istədiyi bəndəsini bağışlayar, bağışlamaz. Orasına bizim nə elmimiz, nə həddimiz çatmaz ki, Allahla qul bəndə arasına girək. Zahiri səbəblərlə əgər bir insan intihar edirsə, yeri əbədi cəhənnəmdir. Bunu bilmiş olsun insanlar və intihar kimi xoşa gəlməz bir əməldən həm özlərini xilas etsinlər, həm də ailələrini, yaxınlarını. Çünki insan intihar edir, sanki bir işin bitmiş olduğunu düşünür. Amma intihar etməklə ailə üzvlərin var, onları cəmiyyət içərisində xəcalətli edirsən, baş aşağı edirsən, ailəni, uşağını. Biri var, uşaq desin ki, mənim atam milli qəhrəmandır, vətən qəhrəmanıdır, şəhiddir, mənim atam alimdir, şücaətlidir, filandır, filandır. Bir də var ki, məktəbdə sən uşağı gözünün qarşısına gətir ki, o uşaq deyəcək ki, mənim atam intihar elədi. Və yaxud insanlar intiharın cəhənnəmlik bir iş olduğunu danışanda o uşaq xəcalətli şəkildə başını aşağı dikəcəkdir. Onun üçün də insan özünü düşünməməlidir. Ola bilər, bankdan kredi götürübsən, insanlara borcun vardır, həyatın çətinliyi səni sıxır. Həyatın da gözəlliyi ondan ibarətdir ki, bu dünya möminin zindanıdır deyilən bir yerdə mübarizə aparasan, mücadilə aparasan, çalışasan, insan çalışmağının zəhmətinin müqabilində mütləq mənada mükafatını da alacaqdır, bunu da biləsiniz.